Artan ticarət dövriyyəsi, logistik imkanların birgə dəyərləndirilməsi, dünyanın enerji ilə təminatında ortaq yol. Qazaxstan-Azərbaycan münasibətlərindən danışırıq. Qazaxstan neftinin ixrac kəmərləri vasitəsilə dünyaya daşınmasında da Azərbaycanın rolu əvəzsizdir. Yeri gəlmişkən, Qazaxstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəqlinin həcmi 2,2 milyon tona qədər artırılacaq. Bizi təkcə Xəzər ayırır. Əslində durmadan yeni əməkdaşlıq perspektivlərinin yarandığını nəzərə alsaq, Xəzər əngəl deyil, əksinə köməkdir bizə. Azərbaycan və Qazaxstanın, Çin və Avropanı qısa müddətdə bir-birinə yaxın edən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu, digər adı ilə Orta Dəhlizin bir parçası olmasını nümunə göstərə bilərik və Türk birliyinin yarada biləcəyi imkanları. Orta dəhlizin reallaşdırılması istiqamətində Azərbaycan-Qazaxstan tərəfdaşlığından danışırıq. Hansı ki, Çinin Siyan şəhərindən yüklənən yüklər həmin şəhərdəki Qazaxstan terminalı Aktao-Abşeron stansiyası marşrut xəttindən istifadə etməklə 11 günə təyinat nöqtəsinə çatır. Bu da kifayət qədər uğurlu nəticədir. Çünki əvvəllər bu müddət 50 gündən çox idi. Bu məqamda Orta dəhlizin etibarlılığına mütləq diqqət çəkməliyik. Dünyada yaranan mürəkkəb geosiyasi vəziyyət yüklərin daha tez və daha təhlükəsiz çatdırılma marşrutu kimi Orta dəhlizə marağı artırdı. Həm dəniz, həm də quru yolla daşımalara. Orta dəhlizin reallığa çevrilməsi istiqamətində tərəfdaşlarımız da bəllidir. Əslində, yaxşı münasibətlər olmadan tranzit ölkəyə çevrilmək çətin məsələdir. Azərbaycan həm logistik imkanlarını yaxşı dəyərləndirmək, həm qurduğu sağlam dostluq bağları, həm də sağlam tərəfdaşlıq mühiti formalaşdırmaqla hədəfinə çatır. Zəngəzur dəhlizi təkcə Azərbaycana lazım deyil. Bu dəhlizin açılmasının bütün dünyaya faydası olacaq. İlk növbədə Zəngəzur dəhlizinin işə salınması Cənubi Qafqaz regionunun ticarət xəritəsini dəyişəcək. Bu dəhlizin açılması şimal-cənub, o cümlədən şərqin və qərbin nəqliyyat kommunikasiyalarının birləşməsinə çox böyük töhfə verəcək. Qısası, Çindən gələn yüklərin Qazaxstan ərazisindən Azərbaycana və Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan da Avropaya çatdırılması bu daşımaları daha da sürətləndirəcək və rahatlaşdıracaq. Yeri gəlmişkən Azərbaycan və Qazaxstan arasında dəmir yol daşımalarının həcmi 25% artaraq 539 min ton təşkil edib. Eləcə də bu ilin geridə qalan dövr ərzində 3 milyon 729 min ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 min ton əlavə yük daşınması deməkdir.